bir qız uşağı gətirdilər pasient olaraq yanıma. Problemlər nə idi? Ağızda yaralar var idi və bu yaralar uzun müddət idi ki, davam edirdi və dişləri kəskin şəkildə çürük formada idi. Yeni çıxan dişlər belə çürüməyə başlamışdı, artıq dibləri iltihaplanırdı. Analizdən sonra məlum oldu ki, uşaqda HIV var, QİÇS virusu var imiş. Yəni illər öncə atada olunmuş və atadan anaya yoluxub, konjenital olaraq anadan da evlada yoluxub. Və təbii ki də biz birbaşa olaraq SPID mərkəzə yönləndirdik pasiyenti. Ora gedəndən sonra artıq anada və qızda HIV olduğu məlum idi. Və nə yaxşı ki, biz ən azından bu pasiyentdə, yəni körpə balada və həqiqətən də çox gözəl bir qız uşağı idi. Biz zamanında HIV-ni təyin etdik. Mənim əsas bu videoda, bu videonun çəkilişində məqsədim nədir? İnsanlara üz tuturam. Mütləq zamanında check-up müayinədən keçin və ailə içərisində bir-birinizə qarşı dürüst olun.